Nəzərinizə çatdıraq, Bakı şəhəri üzrə təhsil idarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini təhsili dəyərə çevirək devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 8 fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu fəaliyyət istiqamətləri ilə bağlı, eyni zamanda kifayət qədər çox sayda olan 25 yeni layihə ilə bağlı indi studiyamızın qonağından biz soruşacağıq. Siz də məlumat öyrənəcəksiniz. Qeyd eləyək ki, söhbətimiz Bakı şəhəri üzrə təhsil idarəsinin inkişaf layihələri sektorunun müdürü Lamiyə Şərəfxanovadır. Lamiyə xanım, xoş gəldiniz. Salamlayırıq sizi. Yeni gününüz mübarək. Təşəkkür edirik sizinlə bahəm, izləyənlərlə bahəm. Çox sağ olun. Gəlin bu layihələr haqqında ələxsusda bu layihələrin və bu 8 fəaliyyət istiqamətinin planlaşdırılması ilə bağlı yaranan bir zərurətə nəzər salaq. Buna nə ehtiyac var idi? Buna nə gərək var idi və bu layihələrdə nələr öz əksini tapacaq? Bu fəaliyyət istiqamətlərində nələr gerçəkləşdiriləcək? Mən çox təşəkkür edirəm, çox mövzuya yer ayırdığınız üçün. Onu vurğulayım ki, siz bilirsiniz ki, artıq qloballaşan dünyada, ümumiyyətlə dünyanın müxtəlif ölkələrində baş verən ictimai-siyasi hadisələr, təhsildə baş verən tendensiyalar, təhsilin prioritet istiqamətləri zaman-zaman bizi də, yəni artıq bir neçə ildir ki, bizi də düşündürür, bizi də, çünki Azərbaycan təhsil sistemi, dünya təhsil sisteminin bir parçasıdır. Biz də çalışmalıyıq ki, təhsil sistemimiz, dünya təhsil sisteminin yolunu bu istiqamətdə bilirsiniz ki, ümumiyyətlə baş verən göstərir ki, ölkələrdə dəyərlərin, müxtəlif dəyərlərin, müxtəlif çatışmayan elementlərin cəmiyyətdə olması hansısa bir təhlükəsizliklə bağlı, sağlamlıqla bağlı, o da bizim vətəndaşlıq mövqeyi ilə bağlı olan yanaşmalar müəyyən formada cəmiyyətdə hansısa bir habərsizliklərə gətirir, çıxarır. Bu istiqamətdə biz çox xoşbəxtdik, çox şanslıyıq ona görə ki, ən azından bizim milli mənəvi dəyərlərimiz var, bizim çox gözəl əxlaqi dəyərlərimiz var ki, biz artıq bir uzun müddət təhsildə danışılmayan bu dəyərlərdən, bəlkə də var idi, amma daha çox ön plana nailiyyət, uğur, daha çox məktəbin keyfiyyəti ifadələri çox tez-tez gəldiyinə görə. Digər hədəflər. Bəli, digər hədəflər göz önünə gəldiyinə görə, amma həmişə alt məqsəd olaraq dəyərlərin təbliği təhsil prosesi, təhsil sistemində, təhsil uşaqlarında ön planda olub. Və bu il ümumiyyətlə ölkə prezidentinin məktəblər təhsil müəssisələrinin açılışında vurğuladığı məsələləri, dəyərləri əsas götürülməsi, dəyərləri əsaslanan cəmiyyətin formalaşdırılması kimi zərurət. Eyni zamanda bildiyiniz kimi son 3 ildə Təhsil Nazirliyinin həyata keçirdiyi bütün layihələr, baxmayaraq ki, biz bunu konkret olaraq ayrı-ayrı istiqamətlərdə olmasını heç vaxt vurğulamamışıq ki, bu məhz vətəndaşlıq mövqeyinin formalaşdırılmasına xidmət edən layihədir. Amma bu il biz qərara gəldik ki, məhz son 3 ildə həyata keçirdiyimizdə, Təhsil Nazirliyinin həyata keçirdiyi bütün strateji layihələri, istiqamətləri birləşdirərək, dəyərləri önə çəkək, təhsili bir dəyərə çevirək, məhz təhsil sisteminin özündə olan bütün elementləri, ən vacib elementləri formalaşdıraraq, vacib və dayanıqlı və heç bir zaman, bundan sonra ən azından yaxın 5 ildə dəyişməyən istiqamətlərə, dəyişməyən istiqamətlər forması cəmiyyətə təqdim edirik ki, bu istiqamətlər təşəbbüslər çərçivəsində biz bir çox dəyərləri təbliğ eləməyə çalışacaq. Burada vətəndaşlıq mövqeyinin qlobal vətəndaşlıq istiqaməti adı altında həm vətəndaşlıq mövqeyinin təbliğ edilməsi, həm qlobal dünyanın vətəndaşı olmaq, bərabər hüquqlu vətəndaş olmaq, multikulturalizm ili bilirsiniz ki, elan olunmuşdur. Bu tədris ili ümumiyyətlə bütün təhsil müəssisələrində qeyd olunub. Qlobal vətəndaşlığın çox vacib elementlərindən biridir. Multikultural cəmiyyətdə vətəndaş kimi formalaşıb. Yalnız şagirdin nailiyyəti deyil, bu il eyni zamanda onun təfəkkürünün müxtəlif formalarda, yəni məntiqi təfəkkürün, yaradıcı təfəkkürünün, tənqidi təfəkkürünün inkişaf etdirilməsi vacib elementlərdən hesab olunur ki, bu istiqamətdə biz düşünürük ki, çox vacib işlər görə bilərik, layihələri həyata keçirə bilərik ki, bunu uzun illər eləyirdik, amma bu il daha çox prioritet eləmək istəyirik. Eyni zamanda xarici dillərin inkişafı, xarici dillərin xüsusilə həm məhz müəllimlərimizin, həm şagirdlərimizin müxtəlif xarici dillərdə
həm danışması, həm yazması, həm oxuması, beynəlxalq əməkdaşlıq, məktəblərin beynəlxalq arenaya çıxarılması kimi istiqamətlər bizim üçün. Bütün bu məsələləri biz eyni zamanda bu zərurətdən dünyaya doğdu, bu zərurətdən yarandı ki, biz Təhsil Nazirliyinin bütün strateji istiqamətlərini formalaşdıraraq, qruplaşdıraraq, məktəblərdə yerli icra strukturu kimi təbliğ etməyi, bu dəyərə səsləməyi özümüzə borc bildik və həyata keçirəcəyimiz bütün inkişaf layihələri, bütün inkişaf istiqamətləri də bütün bu istiqamətə edəcək. Daha çox forma olaraq dövlətin siyasətini təbliğ eləmək, eyni zamanda Təhsil Nazirliyinin siyasət verici qurum kimi, təhsil siyasətini formalaşdıran qurum kimi çağırışlarını birləşdirmişik, belə deyək. Çox gözəl. Lamia xanım, dediyiniz kimi ən az yaxın 5 ildə öz strategiyasını dəyişməyəcək sadaladığınız bu fəaliyyət istiqamətlərinə dair az öncə qeyd etdiyimiz kimi artıq müxtəlif layihələrin icrasına başlanılıb. Bu layihələr haqqında da gəlin məlumat verək. Bu 25 layihə hansı məzmunludur, hansı xarakteri daşıyır? Təbii ki, biraz öncədən qeyd elədik ki, bizdə səmərəli məktəb yaradaq təşəbbüsü formalaşıb. Bu, keyfiyyətə dəstəkdir. Bu, bilirsiniz ki, məktəb təhsil varsa, keyfiyyət həmişə öndə olmalıdır. Düzdür, birinci istiqamət deyil, amma vacib özümə borc bildiyim ki, bunu birinci sadalayım. Çünki səmərəli məktəb yaradaq, burada keyfiyyətə dəstək, məktəb seminarları layihəsi ki, hal-hazırda başlayıb məktəb seminarları layihəsi. Layihənin əsas məqsədi məktəbi öyrənən təşkilat, öyrənən qurum, öyrənən məktəb. Yəni, məktəb daim öyrənməlidir və 4-5 istiqamətdə səmərəli olmağa çalışmalıdır ki, şagird nailiyyətləri təbii ki, şagirdin xoşbəxt şagird, məmun şagird ideyasını təbliğ etməlidir. Yaşıl məktəb ideyasını təbliğ etməlidir. Yəni, gigiyenik nöqteyi nəzərdən məktəb həmişə təmiz olmalıdır. Sağlamlığı təbliğ etməlidir. Yəni, bir çox vacib elementlər var ki, şagirdin sosial vərdişlərini təbliğ etməlidir və şagirdin şəxsiyyət kimi formalaşmasına xidmət edən bir məktəb olmalıdır. Yəni, səmərəli məktəb ideyası əslində bir çox, yəni keyfiyyətə dəstək verəcək layihələr qrupunu özündə birləşdirir ki, burada məktəb idarəetməsinin dəstəklənməsi, məktəb seminarları, məktəb psixoloqlarının klubu, artıq bu layihələr start verilib. Məsəl üçün, mən məktəb seminarlarının üzərində dayanmaq istəyirəm ki, 12 inzibati rayonu əhatə edir məktəb seminarları. İdeya olaraq, hər inzibati rayonda yerləşən, məsəl üçün, Qaradağ rayonunda yerləşən bütün məktəbləri bir araya toplayırıq. Yalnız məktəb direktorlarını deyil, bütün məktəblərdən, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinlərini, psixoloqlarını, məktəb kitabxanaçılarını, uşaq birliyi rəhbərlərini, valideynləri, hər 30 məktəbi təmsil edən valideyn, yəni əgər bir rayonda 30 məktəb yerləşirsə və bütün məktəblərdən olan şagirdlər. Toplanırıq, müxtəlif qurumların köməyi ilə, müxtəlif partnyor təşkilatların köməyi ilə mövzular müəyyənləşdirilib. Valideynlərdə bugün valideynin məktəbin həyatında, məktəbin dəyərlərini təbliğ etməkdə valideynlərin rolu, şagirdlərdə vaxtın düzgün istifadə edilməsi ilə bağlı mövzular, məktəb direktorlarının mövzuları konkret olaraq keyfiyyətə nəzarət və səmərəli məktəbi necə yarada bilərik, təlim-tərbiyə işləri üzrə direktor müavinlərində məktəb daxili keyfiyyətin izlənilməsi kimi mövzular müzakirə olunur. Kitabxanaçılar üçün mövzular kitabxanaya yeni baxış, necə təlim-tədris resurslarını həqiqətən bugün mütailə ilə bağlı olan istiqamətə necə yönəldmək olur. Və bu kimi məsələlər məktəb seminarlarında və layihə davam edəcək. Hər tədris bir dəfə baş verəcək və bu adı məktəb seminarlardır. Ötən tədris adı açıq qapı kimi keçirdi tədris prosesində. Yəni, bütün təsirçiləri bilirlər. Bu il məktəb seminarları kimi keçir bu proses. Lamia xanım, o bütün tədris ili ərzindəmi bütün bunlar həyata keçiriləcək? Bəli. Bir vaxt intervalı var burada. Bir vaxt intervalı var, bəli. Başlamışıq oktyabr ayının 9-undan. 12 inzibati rayon olduğu üçün 12 gün davam, 12 iş günü davam eləyəcək. Və tədris prosesində ilin əvvəli olduğuna görə prosesi planlaşdırmaq, fəaliyyəti planlaşdırmaq, bu idarəedici qurumlar üçünsə, idarəedicilər üçünsə, bütün bu elementlərimiz deyək ki, il ərzində bu növbəti tədris yığış hesabat ili kimi olur. Bəli. Lamia xanım, bir məsələ də aydınlıq gətirək. Az öncə bu layihələr haqqında danışarkən belə bir cümlə işlətdiniz ki, bu layihənin artıq icrasına başlanılıb. Haqqında danışdığımız layihələrin təxminən neçə faiz artıq icra prosesindədir? Məktəb seminarları layihəsi artıq prosesdədir. Məktəb psixoloqları ilə bağlı. Bilirsiniz ki, məktəblərdə psixoloji xidmət ilə bağlı tez-tez gündəmə gələn məsələlər olur. Jurnalistlər
həmişə maraqlandıran məsələlər olur ki, məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı hansı yeniliklər var. Bu il Bakı şəhərində olan bütün psixoloqların təhsil işləri peşəkar inkişaf institutu ilə birlikdə bir intervyu mərhələsini keçmişik. Bütün psixoloqları şəxsən tanımışıq. Onların ümumiyyətlə iş stili ilə tanış olmuşuq və təbii ki, onlar müxtəlif kateqoriyalara bölünüb, onların hər biri üçün peşəkar inkişaf təlimləri planlaşdırılır. Ondan sonra korreksiya işinin məktəbdə konkret olaraq uşaqlarla korreksiya işinin necə aparılması və müasir tendensiyalarla. Bilirsiniz ki, həmişə sual olur, gündəmə gələn suallardan biri odur ki, necə ola bilər ki, məktəbdə bir psixoloq fəaliyyət göstərir və 2000 uşaq oxuyur bir məktəb. Bunun çox sadə üsulları var. Çünki hər bir uşağın hər zaman psixoloji dəstəyə ehtiyacı olur. Konkret gündəmdə olan, konkret ehtiyacı olan şəxslərin günbəgün müəyyən olunması və uşaqların və bu uşaqlara gündəlik psixokorreksiya işinin necə aparılması məsələləri müzakirə olunur. Bu layihənin içərisindədir və Psixoloqlar klubunda həftəlik psixoloqların metodiki günləri olacaq. Onlar hər həftə rayon-rayon toplaşaraq konkret real problemləri müzakirə edərək onları məktəblərə daşıyacaq. Aparıcı məsələləri gündəmə gətirəcəklər. Bəli. Və digər məsələlər, məsəl üçün digər bir layihəmiz bizim, bildiyiniz kimi bir vacib istiqamətimiz mütaliə bacarıqlarının inkişafı ilə bağlı. Artıq ötən tədris ilində cənab nazir mütaliə bacarıqlarının inkişafı, mütaliə mədəniyyətinin formalaşdırması ilə bağlı bir vacib əmri də var. Bu əmrdən də irəli gələn məsələlər. Eyni zamanda da artıq məktəblərdə mütaliəni gündəlik hava və su kimi bir vacib zərurətə çevirməyi formalaşdırmaq üçün oxu marafonu layihəsini bu il həyata keçirdəcək. Onun xidmətləri başlayıb, yəni onun müəyyən ilkin start fəaliyyəti başlayıb. Qlobal yazı bizim istiqamətimiz var. Burada bizim bu istiqamətdə biz yazı ilə bağlı müxtəlif layihələr keçirdəcək. Eyni zamanda beynəlxalq əməkdaşlıq layihəsi artıq start verib. Bilirsiniz ki, Bakı məktəblərinin, ümumiyyətlə Respublikada müəyyən məktəblər, 18 məktəb var ki, UNESCO-nun beynəlxalq məktəblər şəbəkəsinə, asosiativ məktəblər şəbəkəsinə üzvdür. Və bu məktəblərin fonunda, ümumiyyətlə onların təcrübəsində Bakının bir çox məktəblərinə və Respublikanın bir çox məktəblərinə bu təcrübəni yaymaq istəyirik. Beynəlxalq məktəb ideyasını formalaşdırmaq istəyirik ki, bizim bir qrup məktəblərimiz də beynəlxalq məktəb olmaq statusuna layiq məktəblərimiz var. Bunları artıq bu istiqamətdə istəyirik inkişaf etdirək. Eyni zamanda bu il çox vacib, borc bilirəm özümə, bunu da buradan səsləndirim ki, məktəblilərin öz dilindən təhsildə baş verən hadisələrin şərhi ilə bağlı biz məktəblilərin təhsil müzakirəsi layihəsini bu illəri təşəbbüs olaraq irəliyə sürmüşük. Çünki bizim hər məktəbimizdə bir element, bir istiqamət çox vacib olaraq inkişaf eləyib. Çox da yaxşı formada, təbliğ olunacaq formada var və onu biz sadəcə təcrübəsini yaymalıyıq. Bunu önə çəkməliyik və bunu bütün bunların hər birinin fonunda biz dəyərlərdən danışmalıyıq ki, məktəbdə əgər biz bu günləri şagirdin öz dilindən təhsildə baş verən hadisələri, problemləri, qayğıları, vacib müzakirə olunacaq mövzuları önə çəkiriksə, bu məktəblilərin təhsil debatı olacaq. Və təhsil debatları içərisində məktəblərin təhsil müzakirələri, müxtəlif mövzular çıxarılacaq müzakirəyə və biz hesab edirik ki, şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına bu da öz töhfəsini verəcək layihələrdən biridir. Çünki bugün şagird həm şəxsiyyət kimi formalaşdırılmalıdır, həm sağlam olmalıdır, həm sosial vərdişləri formalaşdırılmalıdır, həm də təbii ki, nailiyyətləri göz önündə olmalıdır. Ona görə bu il təhsili dəyərə çevirək devizi bütün bu dəyərlərin fonunda hesab edirik ki, öz töhfəsini verəcək təhsil sistemimizə. Lamiyə xanım, bir sözlə görüləcək iş kifayət qədərdir. Biz sizə uğur arzulayırıq, yorulmazlıq arzulayırıq. Təşəkkür edirəm, çox sağ olun. Və necə ki, sözü gedən idarənin inkişaf layihələri sektorunun müdürüsünüz. Bu layihələrin inkişafında, bu layihələrin həyata keçirməsində nailiyyətləriniz bol olsun deyirik. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun. Əziz tamaşaçılar, bir daha yada salırıq ki, Bakı şəhər üzrə təhsil idarəsinin inkişaf layihələri sektorunun müdürü Lamiyə Şərəfxanova idi. Bakı şəhər üzrə təhsil idarəsinin həyata keçirəcəyi fəaliyyət istiqamətləri və 25 yeni layihə ilə bağlı sizi məlumatlandırdıq. Proqramımız isə davam edir.